Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Əyyam-ı Fatimə günlərindəyik. Bu münasibətlə başda zəmanə imamı olmaqla siz əzizlərə təsliyyət ərz edirəm. Bildiyiniz kimi Əyyam-ı Fatimə xanım Həzrəti Fatimə adına aid olan günlərdir. Bu günlərdə yaxşı olar ki, o xanım yad olunsun, o xanımın dini, ilmi üstünlükləri İslam dünyasına, müminlər arasında təbliğ olunsun. Biz şiiyələrin baxışına əsasən məsum imamlar və eyni zamanda xanım Fatimə kamil insandır. Kamil insan dedikdə hər bir cəhətdən üstün olan, hər bir cəhətdən fəzilətli olan anlamını daşıyır. Buna görə də əgər bizim zehnimizdə hər hansı bir imamın müəyyən bir obrazı formalaşıbsa, bu bizim naqisliyimizdən, bu bizim dini baxışımızın kamil olmamasından irəli gəlir. Məsəl üçün, əgər biz Həzrəti Əli əleyhissalamdan yalnız və yalnız şücaəti əxs etmişik, Həzrəti Əlinin obrazını yalnız bir şücaət obrazı olaraq yaratmışıqsa, bu bizim dediyim kimi baxışımızın naqis olmağından irəli gəlir. Çünki bizim əqidəmiz budur ki, o həzrətlər hamısı kamil insan olub. Kamil, yəni hər cəhətdə, nəinki elmdə üstün olublar, namazda üstün olublar, digər məsələlərə riayət etməyiblər. Bəlkə hər bir cəhətdə. Eyni zamanda xanım Fatimə salamullah əleyhada hər bir cəhətdən üstün bir xanım olub. Bizim zehnimizdə əgər xanımın müəyyən bir obrazı canlanıbsa, xanım Fatimə deyəndə yalnız bir obraz canlanırsa gözümüzdə, bu bizim o xanıma baxışımızın naqisliyindən irəli gəlir. Demək, biz Həzrəti xanım Fatimə salamullah əleyh deyəndə, bugünümüz üçün lazım olan üstün məsələlər gözümüzdə canlanmalıdır. Məsəl üçün, Həzrəti xanım Fatimə salamullah əleyhə deyəndə necə ki, kamil hicab gözümüzdə canlanır. Necə ki, namazını hər zaman vaxtında qılan insan canlanır. Digər vacibləri yerinə yetirmək üçün necə şövqlə addım atdığı bir obraz canlanırsa, digər məsələlər də belə canlanmalıdır. İctimai məsələlərə qarşı süslü görsənmir, sakit durmur, ailə tərbiyəsi, uşaq tərbiyəsi, yəni insanın Allaha tərəf getməsi üçün lazım olan hər bir məsələ bu məsumlarda, məxsusən xanım Fatimədə mövcuddur. Bizim yəni bu günlər Əyyam Fatimə olduğu üçün biz yalnız xanım Fatimədən istərdik ki, söhbət edək. Xanım Fatimənin salamullah əleyh barəsində demək olar ki, az danışılan məsələlərdən biri o xanımın evlilik məsələsidir, ailə münasibətidir. Deyə bilərsiniz ki, ailə münasibəti tərbiyəvi, əxlaqi bir mövzudur. Yəni, bunu etiqadi formada, ictimai formada müzakirə etməyə nə lüzum vardır? Baxın, əzizlər, biz müxtəlif səbəblərdən xanım Fatimənin ailə münasibətlərini gündəmə gətirməyə məcburuq. İlk növbədə biz tarix və hədis qaynaqlarına müraciət etdikdə görürük ki, Şiyə məzhəbinə qarşı olan digər məzhəblər, digər alimlər təəssüflər olsun ki, xanım Fatimə və Həzrəti Əli əleyhissalamın evliliyi barəsində çox hədislər uydurublar. O hədislər, yəni adi bir insanın şəninə layiq deyil, o ki qaldı bu iki həzrətə. Bu səbəbdən müxtəlif şərhşünasların biz əsərlərinə, kitablarına baxdıqda görürük ki, onlar deyir ki, Həzrəti Əli ilə xanım Fatimənin evliliyi uğurlu evlilik deyildi. Onlar arasında ailə münasibətləri var idi. Hər dəfə İslam Peyğəmbəri gəlib bunları barışdırırdı. Heç şübhəsiz, bunların sözlərində bu qərəz həmən bu dediyim tarix və hədis kitablarından qaynaqlanıb. Və eyni zamanda digər məsələ bundan ibarətdir ki, biz əgər bu məsələləri kəlami müstəvidə, etiqadi müstəvidə müzakirə etməsək, biz tərbiyə də ala bilmərik. Yəni, onları özümüzə nümunə də götürə bilmərik. Nümunə o zaman doğru ola bilər ki, bu tam olaraq
əvvəldə dediyim kimi kamil insan portretini yarada bilsin. Əgər bu yarada bilməsə, biz yalnız təəssüb keçdiyimizə görə sanki onları sevirik, onları özümüzə nümunə götürürük kimi canlanacaq. Buna görə mən məcburam bu bir neçə gündə xanım Fatimənin ailə münasibətləri, ailə məsələlərinə toxunum. Lakin bu məsələyə tam olaraq Həzrəti Əli və xanım Fatimənin ailə münasibətlərinə biz toxunmaq istəyiriksə, məsələni biraz qabağa aparmalıyıq. Yəni, ümumən Həzrəti İslam Peyğəmbəri hansı meyarlara əsasən qızı xanım Fatiməni evləndirmişdi? Bu məsələ müzakirə olunmalıdır. Və bundan da əsas, ümumən İslam Peyğəmbərinin evlilik münasibətləri, ailə məsələləri barəsində tam olaraq işi, addımı nədən ibarət idi? Bu məsələ əgər öz tam doğru yerini taparsa, digər məsələlər də doğru cavabını almış olar. Baxın, əzizlər, İslam Peyğəmbəri ailə münasibətlərinə, ailə institutunda gətirdiyi töhfə demək olar ki, qızı xanım Fatiməni evləndirməsi ilə olmuşdu. Yəni, İslam Peyğəmbəri öz qızını evləndirənə qədər ailə institutu barəsində əməli olaraq bir addım atmamışdı. Hətta o həzrətin özü bəzən ərəb ürfünə, ərəblərin mədəniyyətinə uyğun ailə qurmuşdu. Yəni, Peyğəmbərin özü də bəzən ərəb mədəniyyətinə uyğun evlənməyə məcbur olmuşdu. Ərəb mədəniyyətinə uyğun evlənməyə məcbur olmuşdu. Yəni, belə ki, ərəblər bəzən hər hansı bir qəbilə ilə barışıq etmək üçün həmən qəbilənin qızını alırdı. Yəni, qızını və yaxud öz qəbilə başçısına və yaxud qəbilə başçısının oğlu həmən o düşmən olduqları və yaxud araları soyduqları qəbilənin qızını alırdı. Biz baxırıq ki, Həzrəti Peyğəmbəri də bəzən həyat yoldaşları arasında müəyyən bir aralarda olan o soyuqluğu, düşmənçiliyi aradan qaldırmaq üçün Peyğəmbər onlarla, yəni həmən xanımlarla, qızlarla ailə qurmuşdu. Yəni, bunun arxasında hər hansı bir şəxsi istək, onu mən xanımım olaraq saxlayayım, bu kimi məsələlər deyildi. Ya, bəzən Peyğəmbərin həyatına baxda görürük ki, müəyyən xanımları himayə etmək üçün öz həyat yoldaşlarının arasına qatmışdı. Yəni, nəinki onu bir dediyim kimi bir xanım olaraq saxlasın. Sadəcə istəyir ki, ya Peyğəmbər, mən istəyirəm sənin həyat yoldaşın olaraq bu dünyadan köçüm, istəyirəm sənin himayə altına qalım. Peyğəmbər ona görə onu öz həyat yoldaşı seçirdi. Baxın, yəni biz ərəb mədəniyyətinə diqqət etdikdə görürük ki, evliliklər müxtəlif səbəblərdən baş verirdi və Peyğəmbər də o mədəniyyətin o mədəniyyətdə yaşayan bir şəxs olaraq həmən mədəniyyətə uyğun ailə həyatı qururdu. Amma məsəl üçün Peyğəmbərin biz ilk həyat yoldaşına baxdıqda xanım Xədicə görürük ki, yox, burada artıq meyyar tamam olaraq İslamidir. Bunu demək istəyirəm ki, biz Peyğəmbərin evlilik, ailə məsələlərinə tam olaraq nə zaman müdaxilə etdiyi, nə zaman ailə institutunun meyyarlarını dəyişdiyi görürük ki, yalnız və yalnız xanım Fatimə. Mən sözümün bu yerində bir hədis deyim. Peyğəmbər bütün insanlara, yəni o dönəmin bütün müsəlmanlarına xitabən belə buyurur ki, İnnəmə ənə bəşərun mislukum. Mən də sizin kimi bir bəşərəm. Yəni, mənim Peyğəmbər olmaqla yanaşı bir bəşəri xüsusiyyətim də var və bu Quran-ı Kərimdən götürülmüş bir hissədir. Buyurur ki, Ətəzəvvəzu fikum. Mən sizlərin qızlarını alıram, yəni sizlərin qızları ilə evlənirəm və uzavvicukum və öz qızlarımı sizlərlə evləndirirəm İlla Fatimətə. Məgər qızım Fatimə istisna. Yəni, düzdür ki, mən də sizin kimi bəşərəm, sizdən qız alıram, sizə qız verirəm, amma qızım Fatimə istisnadır. Yəni, qızım Fatimə ilə mən bu sizin mədəniyyətinizə, bəşəri xüsusiyyətinizə uyğun davranmayacam. Fəinnə təzvicəha nəzələ minəs-səma. Çünki onun evliliyi səmavi bir məsələdir. Baxın, Peyğəmbər istəyir ailə institutunun meyyarlarını dəyişsin. Ailə məsələlərini tam olaraq yeni bir ərsiyə gətirsin, onu kamilləşdirsin. Tam olaraq qızı xanım Fatimə Salamullah əleyhanı
irəli sürür. Növbəti bəhslərdə inşallah bunu tam olaraq geniş formada müzakirə edəcəyik ki, Peyğəmbər hansı formada öz qızını ailə institutunun təməlini yüksəlməsi üçün, kamilləşməsi üçün hansı addımları atmışdı? Bu barədə inşallah danışacağıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.